Öz ayaqlarım üzərində durduğum bir gündən hər kəsə salam. Mənə görə bu dövrdə biz xanımların ən böyük məqsədi maddi azadlıqlarımızı təmin etmək və təhsil almaq olmalıdır. Çünki əsrlər boyu biz xanımların çəkdiyi əziyyət görünməz əmək olaraq qiymətləndirilmişdir. Cəmiyyət əsrlər boyu biz xanımlar üçün bir qəlib düzəltmiş və bu qəlibə bütün xanımların, bütün qadınların həyatını sığdırmaq üçün mübarizə aparmışdır. Qəlib isə bundan ibarətdir. Döyülsən də, şiddət görsən də, zorakılıq görsən də susmalısan. Bəlkə ailən üçün, bəlkə övladın üçün, bəlkə də yoldaşın üçün. Oxumaq, gəzmək, dünya gözəlliklərini görmək sənə olmaz. Çünki sən savadlansan, sən oxusan, sənin gözün açılsa, bütün cəmiyyət savadlanar, bütün cəmiyyətin gözü açılar. Çox gözəl bir dövrdə yaşayırıq. Öz səsimizi duyura biləcəyimiz, yaşadığımız çətinlikləri cəmiyyətə və dünyaya eşitdirə biləcəyimiz bir dövrdə. Və bu dövrdə biz xanımların ən böyük məqsədi bir-birimizə dəstək olmaq, öz gələcəyimizi qurmaq olmalıdır. Sizcə də elə deyilmi?